Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günlər qəbul imtahanına düşə biləcək belə bir sual izahlarına diqqət eləyək, blok imtahanına. Birinci sualımıza qeyd olunub ki, ölkəmizə aid olan fikirləri müəyyən edin. Şimaldan Rusiyada sərhəddə Samur çayı yerləşir. Bəli, doğru fikirdir. Azərbaycan əhalisinin əsas hissəsi 500 metrdən hündür yox, 500 metrə qədər olan ərazilərdə yaşayır. Yanlışdır. Beyləqan İnzibati rayonu Kür çayının sağ sahilində yerləşir. Araz çayının isə sol sahilində yerləşmiş olacaq. Yanlış ifadədir. Şəki rayonu bütün iqlim qurşaqları yerləşir. Bəli, həm yarım səhra quru çöl, həm mülayim, həm soyuq, həm də dağ tundra iqlim tipləri yerləşir. Lənkəran İnzibati rayonunda yarım səhra və quru çöl iqlim tipi müşahidə edilir. Bəli, bu da doğru fikirdir. Lənkəran İnzibati rayonunun bir hissəsi bilirik ki, Qızılağac körfəzi ətrafındadır. Həmin hissədə də yarım səhra və quru çöl iqlimidir. Mezozoy dövrünə məxsus suxurlar əsasən düzənlik yox, dağlıq ərazilərdə yayılıb. 1, 4 və 5 doğru cavabımız olacaq. Dünya okeanının neftlə çirklənməsinin yaratdığı təbii fəsadlar. Okean səthindən buxarlanma azalır. Bəli, okean səthinin üzəri neftlə örtülür və həmin ərazidən su belə bir nazik qat yaradır ki, su oradan buxarlana bilmir. Okeanın flora və faunası məhv olunur. Bəli, burada artıq həmin o nazik qat yaranır deyə okeanın oksigenlə mübadiləsi zəiflədiyi üçün həmin hissələrdə flora və fauna məhv olmuş olur. Okean cərəyanının istiqamətlərinin dəyişməsi buna aid bir xüsusiyyət deyil. İqlimin istiləşməsi də buna aid deyil. Okean və atmosfer arasında oksigen mübadiləsi bəli zəifləyir, bayaq qeyd etdiyimiz kimi. Coğrafi təbəqədə illik ritmlik pozulması yanlış ifadədir. 1, 2, 5 doğru cavabımız olacaq. Cədvələ əsasən suxurların mənşələrinə görə düzgün verilmədiyi sıranı müəyyən edək. Qırıntı çökmə mənşəli çaydaşı, qum, çınqıl doğru fikirdir bu. Kimyəvi çökmə, gips, xörək duzu, dolomit doğru fikirdir. Üzvü çökmə, torf, neft, təbii qaz doğru fikirdir. Metamorfik, kvarsit, qneys, almaz doğru fikirdir. Intruziv maqmatik, qranit, pemzabazalt yanlışdır burada. Effuzif mənşəlidir. 5 aid olmayandır. Y variantı doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edək. Avrasiya materikinin müvafiq olaraq təbii zonalarda yerləşən ucqar nöqtələrini qeyd etmək lazımdır. Bilirsiniz ki, Avrasiya materikinin cənub ucqar nöqtəsi Pi burnudur. Harada yerləşir? Ekvatorial meşələrdə yerləşmiş olacaqlar. Şimal ucqar nöqtəsi, ona görə ekvatorial meşələrə yazıram cənub. Şimal ucqar nöqtəsi olacaq Çelyuskin burnu. Çelyuskin burnu Arktik səhralarda yerləşmiş olacaq. Şərq ucqar nöqtəsi olmuş olacaq Dejinyo burnu. Dejinyo burnu tundra meşə tundrada yerləşmiş olacaq. Üçü qeyd edirik. Codyarpaqlı həmişəyaşıl meşəki olduqlar isə onun qərb ucqar nöqtəsi olan Roka burnunda yayılmış olacaq. Bunu da qeyd edirik 4. 1-ə 2, 2-yə 3, 3-ə 4, 4-ə də 1 olmuş olacaq. Eroziya basitə Şimal və Baltik dənizləri olan müvafiq çaylar. Bilirsiniz ki, Reyn və Elba çayları Şimal dənizinə tökülmüş olacaq. Amma Odra, Visla isə Baltik dənizinə tökülmüş olacaq. Biz həmişə dərslərimizdə qeyd edirik ki, Baltikin çayları Odra və Visla çayları. Bu da qəbul imtahanında gördüyümüz kimi istifadə oluna bilər. Litosfer havalarının konvergent sərhədləri, yəni toqquşma sərhədlərində yerləşən adaları. Məsələn, İslandiya adası divergentdir, Azor divergentdir, Kanar divergentdir, Azor divergentdir. Hansı variantımız qaldı? Kuril, Yeni Zelandiya, Yapon və Aleit adaları olmuş olacaq. 7-ci sualda 50 dərəcəli və 20 dərəcəli paralel çevrələr arasında uzunluq fərqini hesablayın. Həmişə bilirik ki, hər hansı bir paralel çevrəsinin uzunluğunu hesablamaq üçün onun 1 dərəcəlik qövsün uzunluğunu 360 dərəcəyə vurmalıyıq. Biz bunu 50 dərəcəni, məsələn, 1 dərəcəlik 71.7-ni 360-a vurub, daha sonra isə 104.6-nı da 360-a vurub bir-birindən çıxa bilərik. Və yaxud da ki, 104.6-dan çıxacağıq 71.7-ni həmin onun hissəni vurmuş olacağıq. Nəyə? 360-a. Yəni, eyni bir şeydir. Zaten bir vur sonda çıx, bir də belə vurub çıxmaq daha sizin işinizi asanlaşdırmış olacaq. Yəni, bir riyazi hissədir. Olacaq 32.9. 32.9-da mən 360 dərəcəyə vursam 11.844 kilometr etmiş olacaq. Növbəti sualımıza baxıram. 6000 metr dərinliyə exalotdan göndərilən səs siqnalı neçə saniyəyə geri qayıdar? Bilirsiniz ki, 6000 metr dərinliyə göndərilən səs siqnalı onun hissəsinə gedib 4 saniyə çatar. Çünki 1 saniyədə 1500 metr hərəkət etmiş olur. İndi geri qayıdırsa 4 saniyədə geri qayıtmalıdır. Təbii ki, 8 saniyəyə gedib qayıtmış olacaq. Unitar inzibati ərazi quruluşuna malik olan dövlətləri seçmiş olaq. A variantında Birləşmiş Ərəb Əmirlikləri federativdir. B variantında Myanma
Federativdə C variantında Belçika federativdir. Y variantında isə Almaniya Federativ Respublikası. Adından da məlumdur, federativdir. D variantı unitar ərazi quruluşudur. A ölkəsinin ümumi əhalisinin sayı 50 milyon nəfər. Adam başına düşən ümumdaxili məhsulun həcmi isə 30 milyon ABŞ dollarıdır. İndi 50 milyon nəfər əhali var, adam başına 30 milyon düşürsə, biz ümumdaxili məhsulu hesablamaq üçün 30 vurmalıyıq 50-yə, eləyəcək nə qədər? 1500 milyon belə deyək. İndi sıfırları mən qeyd etmirəm. Və bu deyir ölkənin ümumdaxili məhsulunun 20% nə qədərdir? Xarici şirkətlərdir. Yerdə qalan nədir? 80% və 80% təbii ki, nə olmuş olacaq? Daxili və yerli şirkətlər olmuş olacaq, milli şirkətlər. Burada mən bu hissə getdi 15-i vurmalıyam 80-ə, o da eləyəcək nə qədər? 1200. İndi 1200'dür burada. Bizim burada da nə qədər milyonumuz var idi, düzdürmü? Daha doğrusu 2 dənə milyonu vurmuşduq. 2 dənə altına sıfırlığı qeyd etmiş olacağıq. Deməli, bu rəqəmimiz nə qədər eləyəcək? 1,10, yəni 1 trilyon 200 milyard etmiş olur. Və bu da nə qeyd etmiş olacağıq burada təbii ki? 1,2 trilyon olmuş olacaq. Çünki cavabımızı trilyonla vermiş olur. Təbii ki, qəbul imtahanı üçün bir məntiqsiz sualdır, amma ki, neyiniyək, qəbul imtahanı istifadə olunmuş test nümunələrindəndir. Südlük və südlüyətli istiqamətli heyvandarlığın üstün olduğu ölkələr. Biz qeyd etmişik ki, həmişə şimal hissələrdə əsasən Avropada İspaniya, Portuqaliyadan başqa, Finlandiya, İsveç, Norveçdən başqa digər ölkələr nədir? Südlük, südlüyətlik, Hindistan südlüyətlik, Yeni Zelandiya südlüyətlik. Yəni bunları əsasən seçməliyik. Ona görə Hindistandır, Fransadır və Danimarka ölkələri südlük və südlüyətli istiqamətlidir. Hindistan ölkəsində bilirsiniz də əhali əsasən Hindistana, daha doğrusu Hindistana nə idi? İnəyə sitayiş elədikləri üçün onlar inəyi kəsib yemir, ancaq südündən istifadə edirlər. Günəş şüalarının payız gecə-gündüz bərabərliyi günü günorta vaxtı 50 dərəcə bucaq altında düşdüyü məntəqələr arasında ən qısa məsafə miqyaslı xəritədən nə qədər olar? Günəş şüalı bilirsiniz ki, ya payız gecə-gündüz bərabərliyi günündə 0 dərəcə ekvator üzərində zenitdə olmuş olacaq. 50 dərəcə bucaqla təbii ki, 90-dan 50 çıxırsınız, 40 şimala düşər, bir də ki, 40 cənuba düşmüş olmuş olacaq. Yəni bunlar arasında fərqli yarımkürədə yerləşdikləri üçün nə edəcək? Dərəcə fərqini tapmaq üçün toplayacağım, olacaq 80 dərəcə. Mən kilometrə çevirmək üçün vuraram 111-ə, eləyər 8880 kilometr. Bu bizim həqiqi məsafəmizdir. Miqyasımızın kəmiyyətini verib də, düzdür? 5 dənə sıfırı sildim, qaldı 300. Bölürəm 300-ə 8880-i. Görək cavabımız nə qədər alınmış olacaq. 29,6 alınmış olacaq cavabımız. Mənsəbi okean səviyyəsində olan çayın orta meyilli 3,5 metr bölünmüş kilometrdir və uzunluğu isə nədir? 2000 kilometrdir. Biz bilirik ki, meyillik nəyə bərabərdir? Düşmə bölünsün uzunluq. Mənsəbi okean səviyyəsində, yəni sıfırdırsa, mənbəyi də indi neçə metrdə yerləşibsə, onun düşməsi həmindir. İndi buradan x-i tapmaq üçün 3,5-i vuracam 2000-ə. O da eləyəcək nə qədər? Təbii ki, 7000 metr. Növbəti sualımıza diqqət edirik. Ərazisində mövcud olan landşaft tiplərinin sayının artmasına görə təbii vilayətlərin ardıcıllığını müəyyən edin. Biz bilirik ki, təbii landşaft vilayətlərinin sayının artması ən az Kür dağ arasındadır. Əsasən yarımsəhra, Qurçöl və düzən meşə landşaftı. Sonra Lənkəran təbii vilayətidir. 3, 4, daha sonra Kiçik Qafqazda, sonra isə Böyük Qafqazda ən çox olmuş olacaq. 3, 4, 2, 1 doğrudur. Doğru bəndləri müəyyən edin. Alluvial düzənliklər buzlaqların fəaliyyət nəticəsində yox, çayların fəaliyyət nəticəsində yaranır. Kiçik Qafqazın dağlarında maqmatik süxurlar üstünlük təşkil edir, doğrudur. Şahdağ silsiləsi yox, Şahdağ zirvəsində morenlər geniş yayılıb, yəni buzlaqların fəaliyyəti. Çünki Şahdağ silsiləsi Kiçik Qafqazda yerləşir, hündürlüyü azdır. Küraraz ovalığı alluvial mənşəli süxurlar da örtülüb, doğrudur. Kiçik Qafqaz tektonik zonasının bəzi ərazilərində 8-9 bal zəlzələ ola bilər. Bəli, Gəncə və Qapçıq ətrafında olmuş ola bilər. 2, 4 və 5 doğru cavabımızdır. 16-cı sualda uyğunluğunu müəyyən edin. Gəncə Daşkəsən Kartofçuluq Şəmkir rayonu yanlışdır. Dağlıq Şirvan üzümçülük bəli Şamaxı rayonu doğrudur. Mərkəzi Aran pambıqçılıq Saatlı yanlış ifadədir. Milmuğan şəkər istehsalı İmişli doğrudur. Şirvan Salyan yod istehsalı bilası var yanlışdır. Lənkəran Astara çəltikçilik Astara doğrudur. Mərkəzi Aran niyə yanlışdır? Çünki Mərkəzi Aran iqtisadi rayonu yoxdur. Ona görə.
Özbəkistan və Türkiyə üçün oxşar xüsusiyyətləri müəyyən edin. Heyvandarlıq deyir, əsasən ətlik və ətlik südlü istiqamətindədir. Doğru fikirdir. Əhalisi Altay dil ailəsinin Oğuz dil qrupuna aiddir. Yanlış fikirdir bu. Şəhər əhalisinin payı yüksəkdir. Yanlış fikirdir. Kənd əhalisinin payı yüksək olur. Əkinçilik suvarma şəraitində aparılır. Bəli, doğrudur. Hər ikisində mövcuddur. Qaragül qoyunçuluğu inkişaf etmişdir. Yanlış fikirdir. Türkmənistan, Özbəkistanda inkişaf edib, Türkmənistanda inkişaf edib. Pambıq istehsalına görə isə fərqlənir hər ikisi. 1, 4, 6 olmuş olacaq doğru cavabımız. 18-ci soru. Xam mal mənbələrinə meyl edən sahələr. Şəkər istehsalı bəli xam mal mənbələrinə meyl edir. Çünki onun müxtəlif ərazilərə daşınması həm tez xarab ola bilən məhsullardır. Mebel istehsalı istehlakçıya meyl edir. Alüminium istehsalı ucuz enerji mənbələrinə, dəqiq maşın qarma isə yüksək ixtisaslı kadrlara meyl edir. Şərabçılıq və mis istehsalı isə nəyə meyl edir? Xam mal mənbələrinə meyl etmiş olacaq. 1, 5, 6 bizim doğru cavabımızdır. 210 kiloqram duz almaq üçün qırmızı dənizdən neçə ton su götürmək lazımdır? Bilirsiniz ki, 1 kiloqram üçün 42 promildir. 210 üçün isə daha doğrusu hələ 1 ton üçün 42 kiloqramdır. X ton üçün isə 210'dur və buradan x'imiz nəyə bərabərdir? 5 ton olmuş olacaq. Milmuğan, Şirvan, Salyan, Mərkəzi, Aran ərazilərinə diqqət eləyək. Baxıram. 20-ci sualda ərazisində şəkər zavodu fəaliyyət göstərir. Təbii ki, Milmuğan. Şimal, cənub və şərq-qərb nəqliyyat dəhlizləri üzərində yerləşdirilir. Şirvan, Salyan hər iki dəhlizin üzərində yerləşir. Araz çayı iqtisadi rayonun əsasən mərkəzindən keçir. Təbii ki, bu Milmuğandır. Enerji istehsalında həm İES, həm də SES-lər fəaliyyət göstərir. Mərkəzi Aran. Xəzər dənizindən birbaşa çıxışı vardır. Şirvan, Salyan olmuş olacaq. 1A-S, 2B-Y, 3-də D. Bugünkü video izahımızın da sonuna gəlmiş olduq. Sağ olun. Gələn videolarımızda görüşənə dək.